Xanımlar, hər vaxtınız xeyir olsun hər birinizin. Xoş gördük. Bugün bizim canlı təlimimiz olacaq. Təlimin mövzusunda mən bir çox məqamlara toxunacağam. Ümid edirəm ki, hər biriniz üçün faydalı, gözəl bir təlim olar. Gəlin ilk öncə özümü təqdim edeyim. Adım Rəmziyyədir. Artıq 5 ildir ki, biznes sahəsində çalışıram. Onlayn biznesdir bizdə. Ariflame şirkəti üzrə onlayn platforma ilə əməkdaşlıq eləyirəm və bu biznesi təbii ki, təhsil təcrübə tələb olunmur. Hər bir xanım da qeydiyyatdan keçərək qoşula bilər, başlaya bilər. Burada hər biriniz fərdi sahibkarlıq üzrə, Azərbaycan Respublikasının fərdi sahibkarlığı üzrə yola başlamısınız. Və burada inkişaf eləyə bilərsiniz. Bu inkişafda sizdən nələr tələb olunur? Bugün bunlar haqqında danışacağıq ki, mən keçən kataloqun nəticəsi ilə qızıl direktor və baş direktorluğu artıq təsdiqlədim. Bu yolda nələr etmək lazımdır? Hansı məqamlar, hansı amillər tələb olunur? Bunlar haqqında biz sizlə danışacağıq. Gəlin ilk öncə sizlə, baxın, sualım var idi sizə ki, sizcə uğur üçün ən vacib amil nədir? Bura qeydlərinizi apararsınız. Mən də artıq başlayacağam bu amillər haqqında danışmağa. Mütləq şəkildə dəftəriniz olsun yanınızda qeydləriniz üçün. Mənim də, baxın, belə bir dəftərim var. Burada əsas vacib təlimləri, qeydləri bu dəftərə aparıram. Gündəlik qeydləri isə, baxın, bu dəftərə aparıram. Mütləq qeyd dəftərimiz olmalıdır. Çünki işimizin xırdalıqları, gözəllikləri, üstünlükləri çoxdur. Ona görə də, yəni gün ərzində biz planlaşmanı tuturuq ki, hər bir o incəliklərə vaxt ayıra bilək. İstər özümüzü inkişafla bağlı, istər baxdığımız sosial şəbəkədə səhifələrimizin inkişafı ilə bağlı, daha sonra komandalarımızla, yeni dəvətlərimizlə bağlı, ümumiyyətlə bütün gördüyümüz işlə bağlı bizim gündəlik planlaşmamız olmalıdır. Bunun üçün də hər zaman dəftərimiz, qeydimiz yanımızda olmalıdır. Və qeydlərdə biz nələrə diqqət eləyirik? Gündəlik olaraq, həftəlik olaraq, daha sonra aylıq və rübli olaraq bizim qeydlərimiz olmalıdır. Təbii ki, qeydlə yanaşı bizim hədəflərimiz, arzularımız da olmalıdır ki, məqsədləri yazdıqda biz nələri hədəfləmiş oluruq. Yəni burada bizdə gündəlik olaraq qeydlər ola bilər ki, gündəlik yeni əməkdaşlarımızla əlaqə saxlayaq. Onlarla birbaşa kontakta keçək, individual olaraq şəxsidə işləyək, daha sonra qrupda işləyirik. Biz xanımlarla qrupda gündəlik aksiyalar, təkliflər, endirimlər haqqında məlumatlarımız olur. Xanımlar gündəlik olaraq qrupda, hətta gün ərzində mütəmadi olaraq məlumatlandırılırlar yeniliklərlə bağlı. Daha sonra isə bizim həftəlik planlarımız ola bilər, kataloq ərzində olan planlarımız ola bilər ki, biz qarşımıza hansı məqsədləri qoyuruq. Yəni, ilk addımda plan dəftərimizə biz nəyə yazmalıyıq, nəyə qeyd eləməliyik? Baxın, bir kataloq ərzində minimum yeni qeydiyyatdan keçən partnyor proqram plusu qoşulmalıdır. Keçən günlərdə də Rus liderində təlimində bizə bildirildi ki, proqram plus həqiqətən də sürətli inkişaf deməkdir. Çünki proqram plus nə deməkdir? Minimum 250 bal dövrəyə ilə başlamaq deməkdir, start deməkdir. Və 250 balla biz 30 nəfər insanı əgər qazanca çatdırırıqsa, qazanc haqqında məlumat veririksə, artıq bu avtomatik olaraq 30 vur 250, 7500 deməkdir. Yəni 7500 bir direktor komandası deməkdir ki, sizlər sürətlə direktor komandaları böyüdüb inkişaf eləyə bilərsiniz. Təbii ki, müəyyən vaxt, müəyyən əmək sərf eləməlisiniz. İnsanlar çünki yeni qoşulanda, yəni o qədər də bu işi qavramırlar. Yavaş-yavaş, mütəmadi olaraq biz onlara məlumat veririk, danışırıq, qrupdakı qazanclar, imkanlar, proqram plusun üstünlükləri və beləliklə artıq insanlar başlayır bizim işlərimizi təkrarlamağa. Yəni təkrarlamaq biznesi də adlandırılır. Bu ki, xanımlar bu addımları təkrarladıqda artıq onlar da qazancı görür. Avtomatik olaraq qazanc gəlir və bu şəkildə də inkişaf irəliləyir. Ona görə də, yəni qeyd dəftərinizə kataloq ərzində olan planınız minimum, əgər yeni qoşulmusunuzsa 250 bal proqram plusdur. Daha sonra dəvətlər üzrə plan qura bilərsiniz ki, bir kataloq ərzində mənim, misal üçün, dəvətli aksiyası var. Mən neçə dəvət gətirməliyəm bunun üçün? 3 dəvət tələb olunur, düzdürmü? Və yaxud da siz WhatsApp elan linkləri paylaşırsınızsa, mən deyək ki, gün ərzində 10 nəfərə elan göndərirəm, 10 nəfər elanı paylaşırsa, onun da ətrafından minimum 10-20 nəfər görür və beləliklə günlərlə, həftələrlə mən yüzlərlə insanlara çatmış oluram. Və bu yüzlərlə insanların, deyək ki, bir həftə ərzində 5 nəfərin siz dəvət edirsiniz komandanıza.
Yəni burada statistikada böyük rol oynayır. Siz bunun hər birini dəftərinizə qeyd edə bilərsiniz ki, mən bir həftə ərzində 5 nəfəri dəvət eləyirəmsə əgər, qeydiyyatdan keçirdirəmsə əgər, bu 5 nəfərin də bir nəfəri əgər aktivləşirsə, qeydiyyatdan keçdiyi həftə ərzində, yəni bunun özü də sizin üçün çox gözəl bir normadır və inkişafın həqiqətən də açarıdır ki, siz davamiyyətinizi qoruyasınız. Yəni bu periodu siz bir kataloq, bir həftə ərzində, bir gün ərzində yox, mütəmadi olaraq 90 gün periodu var ki, bizdə keçən təlimdə də bildirilmişdi ki, yəni 90 gün ərzində siz bunu hər gün yerinə yetirsəniz, deyilmir səhərdən axşama kimi. Yəni müəyyən bir miqdar cədvəl hazırlayırsınız, cədvəldə müəyyən saatları qeyd edirsiniz. Bizim işimiz onlayn olduğuna görə günün istənilən vaxtı siz özünüzə seçə bilərsiniz. Yəni sizin hər birinizin üzərində müdir yoxdur. Siz öz işinizin necə deyim, rəhbərisiniz. Ona görə də hər biriniz öz işinizi istədiyiniz kimi idarə edə bilərsiniz. Orada da elanda mən qeyd eləmişdim ki, nəyə görə bəzi insanlar uğur qazanır, bəzi insanlar uğur qazanmır. Yəni bunun sualını hər birimiz özümüzdə axtarmalıyıq ki, nəyə görə misal üçün mən müəyyən qoyulan planı yerinə yetirmədim, niyə filan məqsədə çatmadım, qazanmadım, düzdürmü? Yəni çünki mənim o iş rejimim, mənim gündəlik hərəkətlərim bu uğura məni çatdırmayıb. Ona görə də çalışaq ki, hər birimiz o səhvlərimizi tapaq, ən əsas. Daha sonra başlayaq o səhvlərimizi düzəltməyə. Düzəltmək üçün də bizə ən əsas lazım olan, baxın bu dəftərimizdir ki, biz dəftərdə qeydlərimizi aparırıq, tapşırıqları yerinə yetiririk və artıq o tapşırıqlarla inkişaf gedir bizim komandamızda. İlkin olaraq, baxın, bunu mən vurğulamaq istəyirəm ki, dəftəriniz olsun, qeydlərinizi, planlarınızı yazın, qeyd eləyin və gündəlik olaraq hər gün bu iş üzərində işləyin. Ola bilər ki, ilk 5 gün, 10 gün nəticəniz zəif ola bilər. Ola bilər ki, doğru insanlar qarşınıza çıxmaya bilər. Hər bir şey yəni ola bilər. Amma əsas odur ki, siz istəyinizdən, məqsədinizdən əl çəkməyəsiniz, davamlı şəkildə bunu eləyəsiniz. Yəni bütün uğurların da açarı inanın ki, davamiyyətdir. Yəni heç kim bura gəlib ilk başdan nələrsə əldə eləməyib. Elə ən birinci misal üçün özümdən misal çəkmək istəyirəm ki, mən Arifleyimə qoşulanda bu iş haqqında məlumatım yox idi. Dəvətlər necə olur, insanlarla necə danışmaq lazımdır. Yəni burada bir növ insan psixologiyasında biz əl alırıq ki, insanları başa düşməyə çalışırıq. İnsanların istədiyi kimi, istədiyi tərzdən onlarla danışıb, onları o şəkildə biz əl ala bilərik ki, artıq insanlar da qərar versinlər, qoşulmaq istəsinlər komandamıza. Yəni mən də yeni qoşulan vaxtı bunları bilmirdim. İnsanlarla danışanda bir çox səhvlər eləyirdim. Bir çox yaxınlarımı hətta buna görə qoşula bilmədilər komandama. Ola bilər ki, mən həmin vaxtı yeni idim. Lazım olan tərzdə danışmırdım insanlarla. Ona görə də qoşulmadılar və daha sonra illər keçdikcə mütəmadi olaraq artıq o insanlar da biznesə qoşulub özlərini sınamaq istədilər. Ona görə də ilk öncə, yəni sizin ən böyük, necə deyim, resursunuz odur ki, siz özünüzü inkişaf elətdirəsiniz. Burada isə inkişaf elətdirmək üçün sizə ödənişli kurslar, nə bilim, pul, maddiyyat, sərmayə tələb olunmur. Sizin yeganə sərmayəniz özünüzsünüz, vaxtınızdır ki, siz bu vaxtınızı düzgün dəyərləndirərək düzgün bir struktur qurasınız və düzgün komanda ilə də inkişaf eləyəsiniz. Baxın, düzgün özünüzü inkişaf elətdirmək nə deməkdir? Tam pulsuz şəkildə. Bu arada, yəni bizim təlimlərimiz gördüyünüz kimi tam ödənişsiz şəkildə keçirilir. Hər bir kəs qoşulur, linkdən keçid eləyir, vaxt baxır, izləyir və vaxt elə bir şeydir ki, xanımlar, vaxt onsuz da keçir. Əgər siz bu vaxtınızı özünüzə yatırım edib, özünüzü inkişaf etdirməklə, təlimlərə baxmaqla, müəyyən videolar olur, motivasiya videoları, müəyyən kitablar olur, müəyyən məqalələr olur. Yəni onlarla sərf etmirsinizsə, bəzən elə xanımlar olur ki, misal üçün ya gülməli videolara baxır, ya hər hansı bir başqa videolar, başqa bir materiallar və bu şəkildə insan həqiqətən də inkişaf eləyə bilməz. Təbii ki, bizi inkişaf elətdirmək üçün hal-hazırda əlimizdə çox gözəl alətlərimiz var. Sosial şəbəkələr var. Hansı ki, hər birimizin telefonunda bu sosial platformalar, daha sonra Instagram, TikTok, saytlar, saysız hesabsız süni intellektlər mövcuddur. Düzdürmü? Elə insanlar var ki, bunu öz xeyrinə, öz inkişafına, öz gələcəyinə yatırım olaraq dəyərləndirir. Elə insanlar da var ki, yəni sadəcə boş vaxtın keçirir. Yəni vaxt etkisi kimi istifadə eləyir. Ona görə əsas odur ki, biz düzgün dəyərləndirək, təlimlərə qoşulaq və təlimlərdən öyrəndiyimiz bir cümlə belə olsa, həmin cümləni biz hər gün öz işimizdə, biznesimizdə tətbiq eləyək. Və bu şəkildə də təbii ki,
uğur qaçınılmazdır. Yəni əsas odur ki, siz istəyin. İstəyərək, inanaraq, uğura, yəni davamiyyətli şəkildə çalışaraq uğur üçün. E, Əgər etdikləriniz yanlış belə olsa, inanın ki, yol açılacaq sizə və o doğruları gedib görəcəksiniz. Doğru təlimlər, doğru necə deyim, məqalələr sizin mütləq ki, qarşınıza çıxacaq və yavaş-yavaş artıq özünüzü inkişaf elətdirəcəksiniz. Birinci mövzu, baxın, bizdə bu idi ki, biz günümüzü doğru dəyərləndirək, hədəf və məqsədimizi doğru seçək. Daha sonra burada mənim qeydlərim var. Hədəfinizi vizuallaşdırın. Deməli, hədəfimizi necə vizuallaşdıracağıq biz? Bildiyiniz kimi yeni il ərəfəsində də bir çox billboardlar çıxdı ki, biz orada vision boardda öz hədəflərimizi, məqsədlərimizi yazırdıq, yapışdırırdıq, qeyd eləyirdik. Yəni bu həqiqətən də xırda bir şey deyil. Siz bu şəkildə hədəflərinizi yaza bilərsiniz. Bir dəftər üzərinə, lap iş dəftərinizi götürürsünüzsə, iş dəftərinizdə ilk səhifəsindən siz bir il ərzində nədir hədəfləriniz? Bir il ərzində nəyi hədəfləmək istəyirsiniz? Arifleyimlə olan hansısa bir səyahətimi qazanmaq istəyirsiniz? Hansısa rütbəyə çatıb premiyasını götürmək istəyirsiniz? Yəni bunu yazın. Mən artıq bunu qazandım. Mən artıq uğurlu liderəm. Mən artıq gözəl komandam var. İnkişaf edən liderlərim var. Yəni bu şəkildə bu qeydləri özünüzdə aparın. Gündəlik olaraq bunları oxuya bilərsiniz və yaxud da soyuducunun üzərinə yapışdıra bilərsiniz və yaxud da yəni buna uyğun səhnədəsinizsə, tədbirdəsinizsə, buna uyğun şəkilləri hazırlayıb yapışdıra bilərsiniz. Telefonun ekranına qoya bilərsiniz. Mən telefonun ekranına dua qoymuşdum, Fil surəsini qoymuşdum. Yəni o surə həqiqətən çox gözəl bir surədir. Onu sizlər də hər biriniz tez-tez oxuya bilərsiniz. Telefonunuzun ekranına yerləşdirə bilərsiniz. Bu şəkildə, yəni əsas odur ki, siz o hədəfinizi, arzularınızı vizuallaşdırasınız. Yəni beyində də belə bir şey var ki, əgər biz onu beynimizdə gözümüzlə görürük, canlandırırıqsa, artıq o şeyin gerçəkləşməsinə bir addım da yaxınlaşmış oluruq. Ona görə hədəflərinizi də vizuallaşdırın, bunu dəftərlərinizə qeyd eləyin, nəyi qazanmaq istəyirsiniz. Buna uyğun şəkil hazırlayıb siz telefonunuzun ekranına da qoya bilərsiniz. Yəni bu kimi şeylər həqiqətən də o hədəfimizi tez-tez bizə xatırladır. Və biz xatırlayırıq, o hədəfə çatmaq üçün də işləyirik, çalışırıq ki, mənim məqsədim var, mən misal üçün yatmaq istəmirəm, mən gəzmək istəmirəm, mən boş telefonla danışmaq istəmirəm. Çünki mənim məqsədim var, məqsədim üzrə mən çalışmaq istəyirəm. Ona görə də bu hədəflərinizi, məqsədlərinizi də özünüzə xatırladın. Daha sonra xanımlar, bir də uğurlu biznes üçün daha bir amil, biz komandamızda olan insanların da motivasiyaların, yəni həvəs istəklərin davamlı şəkildə biz onlarla danışaraq gözəl bir yön tutmasıdır ki, əgər bu motivasiya insanlarda davamlı olarsa, məqsəd, motivasiya dedikdə, yəni məqsəd, istək nəzərdə tutulur, davamlı olarsa, artıq o xanımlar da öz üzərlərində çalışacaqlar. Onlar da inkişaf etmək üçün əlindən gələni edəcəklər. Bunun üçün biz insanlara daim motivasiya, daim həvəs, istəyi aşılamalıyıq. Qazancları, uğurları, yəni mən qazandımsa sən də qazana bilərsən. Niyə də olmasın ki? Yəni bir vaxt var idi mənim üçün də bunlar imkansız idi, amma oldu. Çünki çalışdım. Yəni bu sənin üçün də ola bilər. Buradakı imkanlar hər kəs üçündür. Bu şəkildə insanlarla yəni mütəmadi danışmaq lazımdır. Deyək ki, siz yeni qoşulmusunuz, sizin bir nəfər yaxın rəfiqəniz də qoşulub komandanıza, bir nəfər olsa belə, bir nəfər bir komanda deməkdir. Yəni düşünməyin ki, axı mənim komandam yoxdur, axı mənim dəvətim insanlar qəbul eləmir. Bu elə deyil. Yəni o düşüncələri tamamilə beyninizdən atsanız, uğurlu şəkildə, gözəl şəkildə düşüncələr, inanın ki, gözəlliklərə də aparacaq sizi. Ona görə də siz başlayın dəvətlərə, siz başlayın işinizi gözəl şəkildə hər bir yerdə reklam eləməyə və uğurun sirri, uğurun açarı da elə bax budur ki, sizin davamiyyətiniz. Mən baş direktor və qızıl direktor rütbəmi təsdiqlədim. Bu rütbəyə yüksəlməmişdən əvvəl hansı ki 12%, 15% olardım o dövrdə. Mən özümdə bunu vizuallaşdırmışdım. Mən dəftərlərimə hər zaman qeyd edirdim ki, mən qızıl direktor rütbəsinə yüksələcəm. Və qızıl direktorluğa yüksəldikdə, inanın ki, Paris səyahəti mənim ağlımdan belə keçmirdi ki, yəni şirkət mənim dövrümdə qızıl direktorlar üçün Paris səyahətin artıq açıqladı və Paris üçün də başladıq çalışmağa. Və Paris mənim deyərdim ki, uşaqlıqdan bu yana çox gözəl, necə deyim, xəyallarımın bir köşəsində idi də deyərdim. Çox gözəldir. Yəni sizlərin də o xəyallarınızda olan,
İstədiyiniz imkanların hər biri baxın burdadır. Bəlkə də sizin xəyallarınız tamamilə başqa bir ölkədir, başqa bir imkandır, başqa bir gəlirdir, başqa bir nəsə evdir, maşındır, torpaqdır, hər hansısa bir özünüzə şəxsi biznes qurmaqdır. Nələrsə də, yəni bütün bunları siz həm burada gerçəkləşdirə bilərsiniz, həm də çalışın ki, siz bunları dəftərinizin bir küncünə yazın. Və əmin olun ki, bir 6 ay, 8 ay, 10 ay sonra siz artıq həmin o arzunuzu reallaşdıranda, artıq o dəftər təsadüfən sizin qarşınıza çıxacaq və görəcəksiniz ki, sən demə, yəni mən bunu onsuz da istəmişdim. Və onda biz artıq şuuraltıda düşünürük ki, mən onu istəmişdim, şuuraltı onu mənə yetirdi. Onu qarşıma gətirdi, çıxartdı. Düzdürmü? Yəni əminəm ki, hər birinizin belə bir istəyi, xəyalı var. O istək üçün qətiyyən dayanmayın və əmin olun ki, o xəyalınıza çatacaqsınız. Və bu kimi istər səyahətlər, istər maddiyyat, istər inkişaf, yəni bu kimi istəkləri isə arifleyimlə siz daha sürətlə, daha tez bir zamanda çata bilərsiniz. Və şəxsi inkişaf da dedikdə, arifleyimdə necə şəxsi inkişaf baxımından, yəni siz həyatınızı dəyişə bilərsiniz. İstər sizin gözəl şəkildə idarə etdiyiniz sosial şəbəkələriniz, İstər reklamlardan dəvət elədiyiniz insanlar, istər komandanız, istər əhatəniz, inanın ki, baxın, bunlar hər biri sizi inkişaf elətdirir. Bəzən ola bilər ki, müəyyən bir mövzuda sizdə müəyyən çatışmamazlıqlar var, ya müəyyən mövzu haqqında məlumatınız yoxdur, ya deyərdim ki, bəzən elə xanımlar olur ki, danışmağa çəkinirlər, utanırlar. Yəni məndə də belə problemlər var idi və mən həqiqətən də bu problemlərin bir çoxusunu Ariflame-lə aşdım. Yəni bu şəkildə sizdə də müəyyən çəkindiyiniz, kənara keçmək istədiyiniz bir məqamlar varsa, siz bunları belə Ariflame-də aşa bilərsiniz. Bunları belə öz üzərinizdə işləyərək inkişaf elətdirə bilərsiniz ki, artıq auditoriya qarşısında çəkinmədən özünüzü ifadə edə bilərsiniz. Həmin o uğurlara sahib olub səhnələrdə alqışlana bilərsiniz. Ona görə də baxın, İstər populyarlıq üçün, istər düzdür, Ariflame-də yəni böyük miqyaslı populyarlıqdan söhbət getmir. Ancaq ki, sizlər hər biriniz komanda daxilində, öz çevrənizdə müəyyən auditoriyada, yəni yetəri qədər tanına bilərsiniz, yetəri qədər öz biznesinizi inkişaf elətdirib böyüdə bilərsiniz. Çünki burada limitsiz imkanlar var. Buradakı imkanlarla, qazanclarla bağlı və qollarla bağlı bizim inşallah irəliləyən vaxtda da gözəl bir təlimimiz olacaq. Bu kimi təlimləri çalışacağam ki, mütəmadi şəkildə edək və hər biriniz üçün də faydalı olması üçün gözəl mövzular seçəcəm. Daha sonra xanımlar, hər hansısa suallarınız varsa, ya aşağıda yaza bilərsiniz. Baxın, aşağıda artıq suallar var. Və baxın, bu yolda ən əsas uğura gedən yolda ən əsas məqam nədir? Təbii ki, Ariflame-də məhsul dövriyyəsindən söhbət gedir. Məhsul dövriyyəsi üçün müəyyən şirkət imkanlar, aksiyalar, təkliflər qoyur. Bunları yerinə yetirməliyik və burada isə yenə gəlirik biz Proqram Plusa ki, burada isə əsas bünövrə deyərdim ki, Proqram Plusdur. Baxın, əvvəllər mən Ariflame-ə yeni qoşulan vaxtı 5-6 il əvvəl şəxsi dövriyyə 150 bonus bal idi. 150 bonus bal, bəli, insanlara öyrədirdik, aşılayırdıq, gəlirdilər, çalışırdılar. İndi isə 150 bonus bal 75 bala endirilib və əlavə Proqram Plusla qrupda deyək ki, 50 nəfər xanım varsa, 50 nəfərin hər biri də qazanır Proqram Plusa qoşularaq. Ona görə də bizim işimizin bünövrəsi hal-hazırda bizim standartlara cavab verən Proqram Plusdur ki, gələn insanı dərhal biz qazandıra bilərik. Üstəlik də ki, yəni az bir dövriyyə ilə, 250 bal dövriyyə ilə gələn insanlar dərhal hər biri qazanacaq. Ona görə də bizim əsas məqsədimiz, yəni qruplarda, şəxslərdə Proqram Plusu insanlara aşılamaqdır ki, bu sürətli inkişaf deməkdir. Daha sonra dediyim kimi məqsədimiz, planımız olmalıdır. Qrafikimizi biz qurmalıyıq. Həftəlik qrafik qura bilərsiniz, gündəlik qrafik qura bilərsiniz. Əsas odur ki, bir kataloq ərzində nələri hədəfləmisiniz? Bunun üzərində çalışın. Bunun üçün də hal-hazırda bizim qrafikimiz üçün, planlar üçün, baxın, deməli, Business Coach tətbiqi var. Daha doğrusu Ariflame biznes proqramının içərisində biznes coach bölməsi var. O biznes coachda olan planlarınız, hər bir kəsin planı özünə xasdır. Yəni orada elə yeni qoşulanda ola bilər ki, plan 5 nəfər rekord qoyula bilər sənə, 12% də 15 nəfər, 25 nəfər. Yəni bu plan üzrə siz alt komandanızdan bir yerdə çalışıb o planı tamamlaya bilərsiniz.
O planları tamamladıkça da siz artıq inkişafın açarını əlinizə almış olursunuz ki, yəni açarı açırsınız və o uğur qapısından içəri daxil olursunuz. Ona görə qeydlərinizi aparın. Birinci növbədə proqram plus qaydamız. İkinci növbədə həmin o biznes koçu tamamlamaqdır. Hər kataloq ərzində bunu özünüzə qayda qoyun. Üçüncü olaraq məqsədinizi vizuallaşdırmaqdır ki, dediyimiz kimi biz dəftərimizə də yaza bilərik. Əsas o arzular dəftərimiz olsun ki, biz hədəflərimizi ora yazaq. Yəni o dəftərdə olan tək arzu olaraq qalmamalıdır. Əlbəttə ki, bizim gündəlik planımız olmalıdır ki, biz o planları gündəlik şəkildə tamamlayaq, yerinə yetirək və günün sonu belə olduğu halda inanın ki, o qədər gözəl bir duyğu gələcək ki sizə ki, aha, mən bu gün işlərimin hər birini çatdırdım, yerinə yetirdim. Və bu şəkildə siz günün sonu bir nəfər də dəvətli gətirə bilərsiniz, 5 nəfər də gətirə bilərsiniz. Və bu şəkildə kataloqun sonunda 21 günün tamamında artıq o biznes koçu da tamamlamış olacaqsınız, artıq proqram prodüsunuza qoşulmuş olacaqsınız. Hələ daha yaxşı, əla işləsəz, əlbəttə ki, dəvətli aksiyasına və menecerlər bonusuna da namizəd ola bilərsiniz. Menecerlər bonusu isə bütün hər bir partnyor üçündür. Xanımlar, yəni bunlar haqqında dediyim kimi ətraflı bir geniş təlimim olacaq mənim. Bunları da izah eləyəcəyik. Daha sonra e, və bir digər məqam isə müştəri ilə ünsiyyətdir. Bunu da vurğulamaq istəyirəm. Burada isə bu həm bizim müştərimiz ola bilər, həm partnyorumuz ola bilər, həm də yeni qoşulan üzvümüz ola bilər ki, biz onlarla necə ünsiyyət qurmalıyıq, necə başlamalıyıq. Bəzən xanımlar deyir ki, qeydiyyatdan keçirdirəm, gəlir, amma sifariş vurmur, yerləşdirmir. Daha sonra qoşulur, daha sonra bir də baxıram ki, yoxdur, artıq qruplardan çıxıb. Yəni bu kimi e, necə deyirlər, məqamlar olur, məndə də olub. Bunları necə qarşısını almaq olar? İlk öncə biz elan yerləşdirən zaman çalışaq ki, bu gün baxın mən qruplara WhatsApp elanı üçün mətnlər, alt yazılar göndərdim. Onları götürün, paylaşdırın, görün hansı sizdə daha yaxşı effekt verir, daha yaxşı oradan geri dönüşlər gəlir, müraciətlər olunur. Və xanımlar bizə bildirir ki, bəli, bu kimi problemlərlə qarşılaşırlar. Bunu necə aradan qaldırmaq olar? Baxın, ilk öncə biz elan yerləşdirəndə doğru elanı yerləşdiririk. Elandan gələn insanlara biz dolğun məlumat veririk. Buradan biz məlumat verə bilərik ki, bəzən olurdu ki, əvvəllər məlumat verilirdi, danışılırdı, ən sonda deyilirdi ki, bəli, biz Ariflame şirkətidir. Xeyr, yəni şirkətimiz network üzrə çox gözəl imkanları olan, real biznes, rəsmi biznes təqdim edən bir şirkətdir. Yəni biz bunun adını nəyə görə ən sonda hallandırmalıyıq ki? Mən xanımla tanış olan vaxtı ilk öncə bildirirəm ki, salam, hər vaxtınız xeyir olsun. Buyurun sizə elanımıza müraciət etmisiniz. Buyurun sizə nə kimi köməklik göstərə bilərəm? Əgər maraqlıdırsa, mən sizə ətraflı məlumat verim. Daha sonra xanıma əgər maraqlıdırsa, mən özümü təqdim eləyirəm və bildirirəm ki, bəli, bizdə Ariflame şirkəti üzrə reklam informasiyadır. Ümumiyyətlə şirkət haqqında məlumatınız var, istifadə etmisiniz məhsullarından. Və bu sual, inanın ki, istifadə etmisiniz məhsullarından deyildikdə artıq insana siqnal gedir. Yəni şuuraltı siqnal gedir ki, burada deməli məhsullardan istifadə etmək lazımdır. Yəni bu halda da inanın ki, qoşulan insan, yəni böyük ehtimalla sifariş yerləşdirir və aktivləşir. Və əgər bir həftə ərzində sifariş yerləşdirirsə, ola bilər də insan da deyə bilər ki, maaşı gözləyirik, hal-hazırda əlimdə pul yoxdur, sifariş toplayım. Daha sonra, yəni bu şəkildə də minimum bir həftə ərzində 7 günə bu xanım sifarişini yerləşdirir, aktivləşir. Yəni bu şəkildə siz həmin o kilit sözü ilk tanışlıqda yerləşdirməlisiniz. Artıq qarşı tərəfin beyninə, şuuraltısına ki, siz Ariflame haqqında məlumatınız var, istifadə etmisiniz məhsullarından. Daha sonra şirkətin digər imkanlarını danışa bilərsiniz. Burada rəsmi qazanc var, böyük pullar var, səyahətlər var. Hər birində qazana bilərsiniz. Bunun üçün təhsilə, təcrübəyə ehtiyac yoxdur. İş sıfırdan sizə öyrədilir. Və bu kimi bilgilər daha sonra həmin xanımı qeydiyyata, partnyora çevirir. Qeydiyyatdan sonra isə dediyim kimi sifariş yerləşdirən zaman siz ən yaxşı, ən necə deyim, sərfəli olan məhsulları göndərirsiniz, danışırsınız. Bəzən elə xanımlar olur ki, daha qiymət baxımından yüksək məhsullar istəyir. Artıq onun danışıq tərzinə uyğun olaraq biz digər məhsulları da xanıma göndəririk, danışırıq, izah eləyirik və bu şəkildə artıq o komanda üzvlərimizdən birinə çevrilir. Daha sonra buradakı imkanlardan dəvətli aksiyasını göndərib danışa bilərsiniz. Və təbii ki, bu əsnada da xanım əgər yeni qeydiyyatdan keçibsə, 3 gündür, 5 gündür artıq sizin kontaktınızdadırsa, siz mütəmadi olaraq kontaktınızdakı, daha doğrusu WhatsApp statusunuzdakı paylaşımları diqqət eləməlisiniz.
Yəni nə gəldi, necə gəldi paylaşım etmək olmaz. Bu paylaşımlarda siz həm biznesi, həm təlimi, həm inkişafı, həm məhsulu, həm öz inkişafınızı, yəni hər bir şeyi vurğulayan paylaşımlar, videolar, şəkillər yerləşdirirsiniz. Ola bilər ki, həftə ərzində və yaxud da ay ərzində bir dəfə ailəvi gəzintiləri, ailəvi nə bilim toydan, bayramdan şəkillər də paylaşa bilərsiniz ki, çünki əmin olun ki, sizin kimi insanlar gəlir komandanıza, ailəli insanlar ola bilər. İki uşaqlı, üç uşaqlı analar ola bilər ki, müraciət eləyər elana və düşünməsin ki, hə, yəqin bu xanımın təhsili var, yəqin bu xanım üçün hər şey çox rahatdır. Bəzən olur da ki, insanlarda o təəssürat yaranır ki, yəqin ki, bu xanımda o şərait var, o imkan var, ona görə işləyir. Yəni biz o qarşı tərəfə o duyğunu, o hissi göndərməliyik ki, əslində biz də sizin kimiyik. Əslində bizim də övladlarımız var, əslində bizim də müəyyən çətinliklərimiz var. Məsəl üçün bölgələrdən qoşulmuşuq. Məsəl üçün mənə də çox yoxlar deyildi, mənim də bir çox məhdudiyyətlərim var. Yəni bu şeyləri də səliqəli şəkildə, əlbəttə ki, biz statuslarımızla status nə deməkdir? Yəni mənim durumum, mənim vəziyyətim deməkdir ki, statusumu insanlara gözəl şəkildə göstərməliyəm ki, artıq o insanlarda da etibarlılıq yaransın. Yəni şuuraltı etibarın da gücü çox böyükdür ki, bugünkü gündə məsəl üçün məni 4 gün, 5 gün əvvəl tanıyan bir xanım əgər sifariş yerləşdirirsə, əgər toplantınızı 10 dəqiqə sonra sona erəcək. Bəli, artıq bizim təlimə 10 dəqiqə qaldı bitməyinə. Deməli, əgər bu xanım deyək ki, 4-5 gündür məni tanıyır, sifariş yerləşdirdikdə artıq 100 manatı, 150 manatı, nə bilim, daha çox məbləği mənim hesabıma göndərir ki, mən də oradan göndərim xanımın Arifleyim hesabına. Yəni bu şəkildə hal-hazırki dövrdə etibarlılıq yaradırıqsa, həqiqətən də bu bizim uğurumuzdur. Ona görə də hər biriniz çalışın ki, WhatsApp statuslarınızı gözəl şəkildə səliqəli saxlayasınız. İndi WhatsAppda bir funksiya da var ki, WhatsAppda status paylaşırsınızsa, üzərinə vurursunuz bir tıkla həmin o status Instagramın story kimi gedir çıxır. Yəni bu şəkildə siz vaxt itirmədən həm WhatsAppı, həm Instagramı əldə saxlaya bilərsiniz, aktiv saxlaya bilərsiniz. Bunun üçün nə üçün çalışmayaq biz? Düzdürmü? Ona görə də hər birimiz özümüzü necəyik, həyat tərzimiz necədir? Daha sonra arzularımız, hədəflərimiz nədir? Gördüyümüz iş nədir? Bunları gözəl şəkildə, səliqəli şəkildə hazırlayaq. Yeri gəlsə video hazırlayaq. Əgər video hazırlamaq üçün proqramları bilmirsinizsə, bunları araşdırın, bunları öyrənin. Yəni internetə yazanda hər bir şeyin istifadə qaydası çıxır. Bunlar üzrə özünüzü inkişaf elətdirin. Daha sonra şəkil editləməyi bilmirsinizsə, bunlar üzrə özünüzü inkişaf elətdirin. Siz əgər burada bir biznes sahibisinizsə, yəni burada siz yeri gələndə o necə ki mağaza açanda mağaza sahibləri yeri gəlir vitrini təmizləyir, şüşələri silir, yeri gəlir məhsulları yerləşdirir, yeri gəlir satıcılıq eləyir, amma halbuki o biznesin sahibi də özü, müdürü də özü, düzdürmü? Həmçinin də burada bizlər. Əgər bizlər bura bizim biznesimizsə, burada yeri gələndə biz bir-bir əllə rekrutinq eləməliyik, əllə dəvət eləməliyik, yeri gələndə reklamlar hazırlamalıyıq, yeri gələndə komandamıza motivasiya verməliyik, psixoloq olmalıyıq. Yəni burada bütöv şəkildə hər tərəfli çalışaraq hər biriniz həm liderlik üzrə inkişaf eləyirsiniz, liderlik yolundasınız. Ona görə çalışın ki, bu yolda özünüzü hər cəhətdən inkişaf elətdirəsiniz və bir vaxt gələcək ki, özünüzlə həqiqətən də qürur duyacaqsınız ki, nə yaxşı ki, mən buradayam, əl çəkmədim və gözəl, uğurlu insanlarla tanış oldum. İnsanlar qazanır, mən də xoşbəxtəm. Yəni biz insanları qazandırmaq üçün dəvət edirik bura, düzdürmü? Ona görə də qazanc yolu necədir? İnsanlar nə etməlidir? Gündəlik olaraq hansı iş ələ almalıdır? Biz bunları aşılamalıyıq. İstər yeni qoşulandan tutmuş, ta ki əvvəlki partnyorlarımıza qədər. Yəni əvvəlki partnyorlar da ola bilər ki, müəyyən unutduqları bilgilər ola bilər, müəyyən necə deyim, hədəflərin onlar yadırğaya bilərlər, onların hədəflərin, arzuların biz yenidən xatırlatmalıyıq ki, sənin hədəfin bu idi. Unutma. Yenidən xatırla ki, bu yolda uğur qazanasan. Çünki baxın, bəzən deyirlər ki, əgər burada qazanc olsaydı, yəni hər kəs bura qoşulardı. Bəli, burada qazanc var, amma hər qoşulan burada qazanmır. Ona görə də buradakı qazancları, buradakı imkanları daha gözəl şəkildə siz ətrafa çatdırmaq istəyirsinizsə, birinci növbədə özünüz qazanmalısınız və o qazancları, imkanları gözəl şəkildə ətrafla paylaşıb, səliqəli şəkildə materiallar, şəkillər, videolar hazırlayıb paylaşsanız, yəni əmin olun ki, həm komandanıza gələnlər çox olacaq, həm də bu işin rəsmiliyinə, doğruluğuna inananlar çox olacaq.
Belə xanımlar, artıq 7 dəqiqə qaldı. Bu Zoom atacaq 7 dəqiqə sonra. Ona görə gəlin suallarınızı alaq. Nə suallarınız varsa yazın. Burada mesaj bölməsinə girib baxacağım indi mən. Səs aça bilirsinizsə, səs də açıb danışa bilərsiniz. Uğurlar yazmışsınız. Çox sağ olun. Uğurlu lider olmaq üçün dünyanı gəzmək istəyirəm. Bəli, həqiqətən də bu arifliklə mümkündür ki, siz həm qazanasınız, həm gəzəsiniz, həm hədiyyələriniz olsun. Mən özümü çəkmişdim səhnədə. Həmin o videonun ya şəkli gözəl şəkildə telefon ekranınıza yerləşdirin ki, o arzunuzdan əl çəkməyəsiniz. Hər zaman o arzunu özünüzə xatırladın. Siz də sağ olun xanımlar. Buyurun, nə suallarınız varsa suallarınızı yönləndirin. Cavablayayım. Deməli, bu təlimdə nəyi öyrəndik? Rütbələri yüksəlmək üçün rütbələr bizdə 12, 15, 18, 23, direktor rütbəsi, daha sonra baş direktor rütbəsi, qızıl direktor rütbəsi və digər rütbələr. Bütün rütbələrə yüksəlmək üçün bizim birinci növbədə davamiyyətimiz olmalıdır. Bizim motivasiya, istək elə bir şeydir ki, nəyə görə mənim istəyim olmalıdır bu işə qarşı? Çünki bu iş məni qazandırır. Çünki bu iş məni səyahətlərə aparır. Çünki yəni insanların həyatlarına toxunuram, insanları da qazandırıram və insanlardan xoş sözlər eşitmək. Yəni mənim məqsədim odur ki, daha çox insana çatım, daha çox insanı qazandırım, daha çox insandan xeyir, dua, gözəl sözlər eşitim. Sizin məqsədləriniz, hədəfləriniz nələrdir? Nələri qazanmaq istəyirsiniz? Hər zaman bunu özünüzə xatırladın. Yəni gəlib heç kim sizə həvəsləndirməyəcək, heç kim sizi motivasiya verməyəcək. Biz işi izah eləyirik, öyrədirik. Bir dəfə artıq sizə ruhlandırırıq ki, bu işə başlayasınız. Artıq başladınızsa, qeydiyyatdan keçdinizsə, artıq nəyisə həvəsləndirməkdən, kimdənsə nəsə gözləməkdən əl çəkin. Çünki bu iş sizindir. Yəni bu işdə nə qədər gözəl şəkildə, doğru şəkildə işləsəniz, bir o qədər də gözəl qazanclar qazanmış olacaqsınız. Ona görə də bu qazancları, bu imkanları özünüzə rəva bilin. İlk öncə özünüz üçün seçin. Yəni bu qərarı verin, özünüz üçün seçin. Ondan sonrası isə, yəni əmin olun ki, ardı gələcək. Əmin olun ki, istədiyiniz kimi aktiv insanlar gəlib sizi tapacaq. Çünki siz onu beyninizə yerləşdirmisiniz ki, mən istəyirəm, mən uğur arzulayıram. Təlimə gec qoşulanlar üçün narahat olmayın. Təlimi qayd eləmişik. YouTube-a da yükləyəcəm, göndərəcəm sizlər üçün. Narahat olmayın xanımlar. Belə xanımlar, bu qədər. Təlimi artıq yekunlaşdıraq. Hər biriniz üçün uğurlu, gözəl bir gün olsun. Qeydlərinizi aparın, qeydlər üzərində gündəlik olaraq işləyin və hədəflərinizə tez bir zamanda çatın. Hədəflərinizi isə əgər böyük hədəfdirsə, böyük hədəf nəyə deyirəm? Deyək ki, siz bugün 3%-dəsiz, sizin hədəfiniz baş qızıl direktor olmaqdır və yaxud da qızıl direktor olmaqdır. Belə bir böyük hədəfdirsə. Amma yox, əgər bugün 3%-dəsinizsə, sizin hədəfiniz direktor olmaqdırsa, siz özünüz üçün 1 il yox, 6 ay hədəf qoyun. 6 ay vaxt yetəri qədər. Yəni kifayətdir sizə. Çünki bayaq da dediyim kimi sizə 30 nəfər proqram plusu başa düşən insan lazımdır ki, 30 vur 250 bərabərdir 7500. Ona görə də siz dəvətlər eləyin. Yoxlar eşidəndə qətiyyən üzülməyin, əl çəkməyin, düşünməyin ki, yox cavabı aldım, məndə alınmayacaq. Həmin o yoxlar sizi ən doğru, ən gözəl hə cavabına aparacaq. Belə izlədiyiniz üçün təşəkkür eləyirəm. Çox sağ olun Rəmzi xanım. Çox gözəl bir təlim idi. Təşəkkür edirəm. Siz də sağ olun əzizim. Faydalı oldusa nə xoş mənə. Bəli.